balaca qardaşımız Rəşad Hümbətovun dırnaq arası rəddiyəsidir. Rəddiyə elmi şəkildə olur. Rəddiyə əsnasında əgər mənə bu dəlidir, məcnundur deyirsə, Peyğəmbər sallallahu aleyhi və səlləmə də o vaxtlar dəli, məcnun deyirdilər. Ona dəli, məcnun deyənlərlə sənin aranda nə fərq oldu? Məyər bu İslam tərbiyəsidir? Və adam təsəvvür edin, o qədər tərbiyəsizdir ki, özündən yaşca böyük. Yəni, mən ondan gör neçə yaş böyüyəm? Ən az 15 yaş. Yaşlı müsəlmana təhqiramiz sözlər və o qədər sən həddini aşmısan ki, deyirsən ki, bu dəlidir, məcnundur. Utanmırsan? Əlbəttə ki, utanmır. Çünki adam hənəfilərə rəddiyə verəndə Əbu Hənifə rahiməhullahı təhqir edir. Adam Kursi ayəsinin zəif hədis olduğunu, Kursi ayəsinin namazdan sonra oxunma barədə zəif hədis olduğunu ispat etməyə çalışanda Əşşi Albanidir deyib Albanini təhqir edir. Adam şirk məsələsi barədə Əşşi Abbaddır deyib Şeyx Abbadı təhqir edir. Belə təhqir edilən tərbiyəsiz, İslam tərbiyəsi görməyən adamla söhbət etməyə dəyərmi? İmam Şafii rahimehullah deyir ki, mən 100 alimlə söhbət edərəm, amma bir cahillə vaxtımı israf etmərəm. Bu adam cahildir, tərbiyəsizdir, hələ İslam tərbiyəsi almayıb. Düzdür, biraz elmi var, həmişə dediyim kimi balaca qardaşımızdır, lakin tərbiyəsiz qardaşımızdır.